Sizə təqdim edəcəyim webinar zənn edirəm heç harda rast gələcəyiniz belə bir webinar yoxdur və xüsusən mənə aid bir şeydir. Birbaşa sizin özünüzlə əlaqədar məsələdir. Özünüzün həyatla, çevrənizlə və digərlərlə əlaqədar məsələdir. Xüsusən duyğuların üzərində duracağıq. Mən həkimlərlə çox işləyirəm. Bu da Azərbaycanın ən məşhur həkimlərlə projeləri idarə edirik. Onlara coaching və hədəflər üzərində işləyirik. Yəni 100-dən çox PhD və doktora mən coaching hədəflər üzərində işləmişəm və bugün də fəaliyyətim davam edir. İndi gənc həkimlərlə, gələcəyin həkimlərlə webinara dəvət edilər. Mən də sizə birbaşa ilə webinara keçək. Mən slaydı sizinlə paylaşıram. Demək, birinci sualımız belə başlayır. Hiss, hissiyat və duyğu nədir? Bu haqda bir və iki dənə tələbə öz fikrini ifadə edə bilər, sonra biz davam edə biləcəyik. Yəni, fikir ifadə etmək istəyən varsa, mikrofonunu açaraq ifadə edə bilər. Bunun tibbi terminin qarşılığı nədir? Mən sizə həkimlər deyə müraciət edəcəm, gələcəyin həkimləri. Demək, bütün hərəkətlərin mənbəyi, enerji mənbəyi, duyğular və hisslərdir. Hisslə hissiyyat biraz fərqli şeylərdir. Biri bədənimizdə soğuq və isti, yanğı kimi hissləri, hissiyat kimi şeylərdir. Bunlar hissiyat deyirik. Bir də beyində buna verdiyimiz məna, duyğu, qorxu, həyəcan kimi şeylərdir ki, bunlar da duyğular və yaxud da ki, hiss deyirik. Bəs bu hisslərin insan həyatındakı əhəmiyyəti nədir? Karyera inkişafında hissiyat və duyğunun rolu necədir? Ailə həyatında duyğuların və hissiyatın təsiri nədir? Keyfiyyətli ünsiyyət üçün, həyatdan zövq almaq üçün hissiyatın və duyğunun dəyəri nədən ibarətdir? Xüsusən evli olanlar olacaq, uşaqların inkişafında evdə yaşanan hansı hisslər olmalıdır və onlar hansı hisslərin duyğuların içərisində böyüməlidir? Bu çox aktual məsələdir. Amma insanlar ünsiyyətdə zənn edirlər ki, informasiya alıb verməklə anlaşırlar. İnsanlar eyni duyğunu yaşadıkları zaman anlaşırlar və empati olmuş olur. Bu sual, yəni ki, beyninizdə bir qapı açmaq üçündür və bunları ChatGPT və digər şeylərə soruşaraq özünüzdə gəlişdirə bilərsiniz. İkinci məsələ ondan ibarətdir ki, canlıların inkişaf təbəqələri nələrdən ibarətdir? Həkimlik inkişaf edir və durmadan da yeni ixtisaslar yaranır. Bu dəqiqə həkimliyin içərisində 400-dən çox ixtisas və ekol var. Bu baxımdan həkimlər insana bir bütöv baxa bilmirlər. İxtisaslar çoxaldığı üçün biri kardioloqdur, kardioloq öz içərisində invaziv kardioloq var, uşaq kardioloq var, açıq ürək kardioloq var, terapevtik kardioloq var, robot üzrə kardioloqlar var. Və baxırsan ki, bir sahanın içində o qədər yeni ixtisaslar əmələ gəlib ki, və bunlar öz sahəsində baxılır. İnsana bütöv baxa bilmirlər yəni. Yəni, gedirsən kardioloq yanına, deyir ki, artıq stent qoyaq, damarda tıxanma var. Yəni, sürətli öz sahəsində iş görməyə çalışır. Və yaxud da gedirsən bir adamın baş ağrıları var və yaxud da ki, başqa problemi var. Həmin öz sahəsinə əlaqədar deyir ki, ürək ağrıların varsa, gəlsən ürəyini müalicə etdik, ürəyində oksigen əksikliyi var, filan. Amma bunun digər ixtisaslarla, məsələn, psixoloji tərəfini, psixiatrik tərəfini heç baxmırlar yəni ki. İxtisaslar çoxalıb, ixtisaslar arasında əlaqə və uyum azalıb. Və eyni zamanda insanın bütöv bir varlıq olduğunu artıq həkimlər sürətli inkişaf etdiyi üçün insana bütöv bir varlıq kimi baxa bilmir. Hətta nəinki bütöv bir varlıq kimi baxa bilmir, insan bir ailənin sosial bir üzvü, sosial bir qrupun və təbiətin bir parçası olduğunu da baxacaq vaxtı qalmayıb. Yəni,
kapitalizm içərisində. Ona görə də həmən öz sahəsini müalicə edir və o müalicə effektiv olur. Məsələn, ürəkdən müalicə edir, amma halbuki bunun məsələsi psixoloji məsələ idi. Ailəsindən gələn və yaxud ki, olduğu mühitdən və məsləyindən gələn xəstəlik idi. O dərmanın müalicənin effekti qurtarır. Bir ay sonra həmin proses tezdən başlayır yəni ki. Ona görə mən sizə bugün bir cədvəl təqdim edəcəm. Bu təqdim etdiyim cədvəli diqqətlə baxmanızı istəyirəm. Çünki dediyim kimi, burada bəzi görəcəyiniz şeylər həyatda ilk dəfə görəcəyiniz şeylərdir. Yəni, biz insan olana qədər fərqli təbəqələrdən keçmişik. Əvvəlcə, yəni biz enerji dediyimiz, ruh dediyimiz, Allah dediyimiz, kuantum fizikası dediyimiz bilmədiyimiz bir tərəf vardı. Sonra o maddiyə çevrildi. Maddi tərəfimiz oldu. Yəni, insanın maddi tərəfi var. Yəni, laboratoriyalar bununla məşğuldur. Yəni, bədənində, qanında dəmir əksikliyi varmı, sink əksikliyi varmı? Bunlar maddədir. Və laboratoriyadakı nəticələr daha çox bunun üzərinədir. Ondan sonra insan ilk olaraq instinkt səviyyəsində, sürüngənlər səviyyəsində insanlar da, yəni ki, təbiət ilk canlıları yaratmağa başladı. Onlarda artıq canlı hüceyrəsi vardı. Maddələr birləşdi və bir canlı əmələ gəldi. Bu canlıda isə çox bəsit və sadə canlı idi. Bunlar instinkt səviyyəsində yemək gördüyü zaman gidib yeyirdilər, təhlükə gördüyü zaman qaçırdılar. Və belə canlılar çoxalmağa başladılar. Çoxaldıqdan sonra məməli dediyimiz canlılar əmələ gəldi. Və onlarda artıq duyğular əmələ gəldi. İnstinkt canlısında qorxu və şey var, təhlükə vardısa, məməlilərdə artıq duyğu var. İnstinktdə hissiyyat var, amma duyğu yoxdur, hiss yoxdur. Amma məməlilərdə həm hissiyyat var, həm duyğu var. Məsələn, yanğını hiss edir, qorxudan qaçır, belə deyək. Sonra frontal beyin inkişaf etməklə bərabər artıq bizdə ağıl, məntiq, logika əmələ gəldi. Yəni, bu belə demək, davam edəcək. Yəni, kvant fizikasında birinci mərhələnin suallar saxlayırıq, o tərəfin izahına keçmirik. Fiziki və kimyəvi fiziki tərəfimiz var bizim. İnsanlar fiziki və kimyəvi qanunlara tabidir. İnsan bədənində dəmir əksikliyi varsa, başqa problem çıxacaq mütləq yəni ki. İnstinkt səviyyəsindəki canlılarda insanda instinkt də var. Təhlükə həddindən çox olanda, şok olanda orada artıq bədən özünü kilitləyir. Biz buna fürsət və təhlükənin həddindən çox olduğu zaman baş verir. Normadan çox olduğu baş verir. Yəni biz həyatda şahid olmuşuz. Sevincdən də ürək gedən var. Yəni təhlükədən və kədərdən də ürək gedənlər var. O zaman artıq instinkt səviyyəsinə düşür. Ən böyük dərin travmalar da instinkt səviyyəsində baş verir yəni ki. Sonra insan olaraq biz məməlilər qrupuna aid olduğumuz üçün bizdə duyğular var. Yəni təməl iki duyğu var. Sevgi və qorxu duyğusu var. Və bu sevgi və qorxu duyğusundan hər birindən 12 dənə duyğu əmələ gəlir və bunlar tamamında 24 dənə duyğu əmələ gəlir. Sonra front-enddə isə ağıl və strategiya. Bizim bugün danışacağımız şey duyğu və hissiyyatdır yəni ki. Ona görə insana bütöv baxmağınızı tövsiyə edərəm ki, insan problemləri bu bütün mərhələdə, məsələn, instinkt səviyyəsində bir problemi varsa, maddi səviyyədə bir problemi varsa, siz bunu duyğu səviyyəsində və ağıl səviyyəsində müalicə edə bilmərsiniz. Eyni şəkildə özümüz üçün də. İkinci məsələ, unutduğumuz bir məsələ var ki, insan həm sosial varlıqdır, həm bioloji varlıqdır, həm psixoloji varlıqdır. Yəni, insanın psixoloji problemləri varsa, məsələn, uzun müddət bir gərginlik yaşayır, qayğı yaşayırsa, bir müddətdən sonra bunda panik atak və ürək pozğunluğu əmələ gələ bilər. Və yaxud da ki, insula çevrilə bilər və yaxud da ki, mədə xorasına çevrilə bilər. Çünki bunda psixoloji problem var. Və yaxud da ki, sosial problem, yəni dostları yoxsa, tək yaşayırsa, avtomatik psixologiyası körləyəcək. Psixologiyada bir müddətdən sonra dönüb biologiyasını körləyəcək. Hətta belə bir təcrübə gəlmişdi mənim yanıma. Bir dostum dedi ki, əmmi gətiriblər tədris cərrahiyyə kompleksinə. Yəni, böyrəyində problem var, ürəyində problem var, sidik hissəsində problem var, filan. Hamısı da nevroloji bir şeydir.
Ben bunu müalicə etdirim mi, etdirmeyeyim mi? Yəni ona mən 4 dənə sual verdim. 4 dənə sualdan sonra dedim ki, sən əmin öləcək, yəni rahat olma. Müalicə etdirsən də, etdirməsən də öləcək. Bu nə deməkdir? Bədən özünü söndürür. Yəni bədən sosial mühitə uyğunlaşa bilmirsə, sosial mühitdən çıxa bilmirsə, sosial mühiti kontrol altına ala bilmirsə, sosial mühiti özünü ona qarşı blok eləyə bilmirsə, sosial mühitdən gələn uzun müddətli gərginlik onu yaşamaqdan instinkt səviyyəsində söndürür. Yəni döyüşdə bu olur, düşmənə təslim olmaq üçün daha təslim olmayacağı da bəlli deyil, insan özünü öldürür. Və yaxud da ki, əqrəbin ətrafında od qalırlar, ölüm gəlmədən özünü öldürür. Ölüm gəlmədən bu canlıların təbiətində var. Yəni insanın mütləq bütöv baxmalıyıq ki, psixoloji tərəfi, sosial tərəfi və bioloji tərəfi mütləq tip sahəsində özünü xəstəlik kimi göstərəcək. Və bunların hamısının kökündə də yəni diqqət eləsəz gəlib durur duyğu. Çünki insan hərəkətlərinin, davranışlarının motivi duyğudur. Duyğu hərəkətə keçirir. Acırıqsa gedib çörək yeyirik. Və yaxud da ki, seviriksə sevdiyimiz işin darıcan gedirik. Qorxuruqsa və ya xoşlanmırıqsa oradan çəkinirik. O nədirsə artıq. Bu baxımdan da gələcəyin həkimləri bilin ki, insan sosial, bioloji və psixoloji varlıqdır və onlar hər biri bir-birini etkiləyir yəni ki. Ona hər tərəfli baxmağı bilsəniz daha yaxşı olar yəni ki. Hətta tövsiyə edərim, yəni, vaxtınız olanda, yay tətillərində mütləq sosial və psixologiya sahəsində təməl bilgiləri öyrənin. Çünki terapevt olsanız, cərrah da olsanız sizə çox faydası olacaq yəni ki. Özünüzə və irəlidə quracağınız ailə üçün də, ailə psixologiyasına aid. Toplasız 5-10 dənə kitabdır. Ömrü boyu isə faydalı olacaq yəni. Mən psixoloq deyiləm, sadəcə idarəçiyəm. İşim insan idarə etmək olduğu üçün insanı bilmək məcburiyyətindəyəm. Ona görə bu bilgiləri öyrənmişəm. Yəni, bəlkə də 20-dən çox psixologiya kitab oxumuşam. Emosional ölçü vahidləri. Demək, dəyərli dostlar, insan beyni yaşadığı duyğuları -10, -10 arasında qiymətləndirir. Sıfıra yaxın duyğular neytral duyğulardır və onlar güvənlik və rahatlıq verir. Təhlükə varsa biz, yəni yüksək bir təhlükə varsa biz yata bilmərik. Ev yanırsa, tüstü gəlirsə, zəlzələ varsa gözümüzə yuxu getməz. Və ya həddindən çox gözəl sevdiyimiz bir çalgı və gözəl məclis varsa, yenə də yata bilmərik. Onun səsi gəlirsə, qoxusu gəlirsə, yata bilmərik. Yata bilmək üçün rahat olmalıyıq, həm nötr olmalı, ciddi bir fürsət və ciddi bir təhlükə olmalıdır. Normal halda beynimiz mənfi və müsbət 10 arasında duyğuları qiymətləndirir və o duyğuları nisbətində hansına artıq qiymət verirsə, onun dalıcan gedir. Məsələn, yeməkləri də bu cür qiymətləndirir, dostları da bu cür qiymətləndirir, məkanları da bu cür qiymətləndirir. Hansına daha yüksək qiymət verirsə, o halda onun dalıcan getməyə başlayır. Burada belə bir şey var. Travma yaşadığı zaman instinkt səviyyəsində bu duyğular müsbət 10 yox, bəzən müsbət 50 və müsbət 100 olur. Bəzən mənfi 50 və mənfi 100 olur. Bu da nə deməkdir? Həddindən çox ağır müharibə travması görübsə, o qorxunu 10 yox, məsələn 80 yaşayıb. Ona görə onun müalicəsi də çətin olur. Çünki duyğudan daha çox instinkt səviyyəsindən keçir və bədənə hopur, oradan çıxmaq çətin məsələdir. Və yaxud da asılılıqlarla belədir. Adam normal həyatdan ən çox sevdiyi şeylər yemək, içmək, gəzməkdir. Onlara 10 bal verir. Amma narkotik bir vasitə qəbul edir. O ona bir dəfəlik müsbət 80 bal hissi verir. Onu bir dəfə, 2 dəfə, 3 dəfə yaşadıqdan sonra o 80'i beyninə ötürləşdirir, ona salır. Amma ondakı olanlar da düşür 1'ə 2'yə. Həyatın bir mənası qalmış. Çünki həyatın artıq ölçü vahidi dəyişir. Yəni, necə ki sizdə hemostati dediyimiz, yəni həm təzyiqin, həm şəkərin bir normal aralığı var. O aralığa biz sağlam aralıq deyirik və tibbdə buna hemostasi deyilir. Eyni şəkildə duyğuların da bir aralığı var. O aralıqda duyğu yaşandığı zaman
insan psixoloji sağlam insan olmağa başlayır. Bu hissədə xüsusən vurgulamaq istədiyim şey nədir? Yəni ki, bilin ki, baxın biz tibbdə bütün qan ölçü vahidi, maddi səviyyədə bütün qan ölçü vahidlərinin alt və üst dəyərlərini bilirik. Və o həmin dəyərləri keçdiyi zaman müdaxilə edirik. Təzyiqdir, şəkərdir, deyək, ürək döyüntüsüdür, deyək ki, xolesterin səviyyəsidir. Bunların hamısının aralığını bilirik və ölçdüyümüz zaman vəzifəmiz onu həmin şeyə gətirməkdir. Amma həyatda bizə duyğular necə ölçülür? Həmin duyğu, məsəl üçün, qayğı duyğusu və yaxud da ki, deyək ki, qorxu duyğusu normaldan nə qədər artıqdır, nə qədər əksikdir, bunu bilmirik. Və bəzən bunlar normalları keçmiş olur. Onu necə müdaxilə etmədiyimiz zaman negativlərinə xüsusən bir müddətdən sonra başqa cür biyoloji xəstəlik kimi qarşımıza çıxır. Amma bunlar artıq ölçülə bilərdir. İstəsəniz sizə ev tapşırığı verəcəm, test edib deneyə bilərsiniz. İkinci sizə izah edəcəyimiz bir məsələ var, bütüncül məsələ var ki, həyatdakı məsələlər kaos və nizam arasında dəyişir. Nizam odur ki, mən qələmi stolun üstünə qoyuram, qələm dəyişmir. Kaos odur ki, mən bir körpə uşağı gətirib həmin otağa qoyuram, stolun üstünə. 10 dəqiqədən sonra gəlirəm, onu harada olacağını müəyyənləşdirə bilmirəm. Nizam odur ki, mən topa bir təpik vuranda hansı istiqamətə gedəcəyini bilirəm. Kaos odur ki, itə mən bir təpik vursam, it nə eləyəcəyini bilmirəm. Ona görə duyğusal varlıqlar, təbiət varlıqları xaotikdir. Nizamlı olanlar da var, xaotik olanlar da var. Və bunların içərisində insan məsələsi təbiətlə və cəmiyyətlə olduğu zaman xaotik və nizamlı məsələlər içərisində uyum və konflikt əmələ gəlir. İş yerində, institutda bir nizam və qayda var. O nizam və qaydaya uyduğun zaman problem yoxdur. Hər hansı bir xaos yarandığı zaman, xaosa da uyğunlaşmağı bacardığınızda problem də yoxdur. Amma institutda bir nizam var, sən o nizama uymursan, konflikt əmələ gəlir. Və yaxud da ki, xaotik bir ortam əmələ gəldi, ona uyğunlaşa bilmədin, ona uyğun reaksiya verə bilmədin, yenə konflikt əmələ gəlməyə başlayacaqdır. Ona görə insan duyğuları bu dörd, yəni xaos və nizam arasında ya uyum saxlaya bilir, ya uyum saxlaya bilmədiyi üçün konfliktə girir və ya qaçır. Yəni, uyum saxlaya bilmir. Ora konflikt yazmışam, amma sadəcə konflikt sözü tam ifadə eləmir. İnsan duyğu olaraq nizamlı və nizamsız məsələlər içərisində uyum saxladığı zaman başqa bir şey çıxır, uyum saxlamadığı zaman başqa bir problem çıxmağa başlayır. Bir nümunə göstərəcəm sizə. Məsəl üçün, böyük bir təhlükə yaşadığınız zaman, böyük bir təhlükə, yəni ki, normaldan travma səviyyəsində çox-çox yüksək bir təhlükə yaşadığınız zaman insan və bütün canlıların edə biləcəyi 3 dənə hərəkət var. Ya savaşar, yəni, ya qaçar, ya da özünü donar, özünü dondurar və ölüyə vurar. Bunu heyvanlar da belə eləyir, həşəratlar da belə eləyir, insan da belə eləyir. Həddindən çox bir ağrı yaşayarsa, şok olaraq bədən özünü söndürər. Həddindən çox şəkər yaşayarsa, yenə də bəzən özünü söndürər. Həddindən çox qorxu yaşayarsa, özün bədən kilitləyir. Amma bəzən də bəzilərində bu hücum şəklini alır, savaşmağa başlayır. Bəziləri də təhlükəni görüb qaçır. Bu birinci addımdır. Bu hər birimiz belə eləyirik və qarşılaşdığımız məsələləri də belə eləyirik. Gün boyu rastlaşdığınız məsələlərə baxın, bəzilərindən qaçırsınız, bəzilərinin üzərinə gedirsiniz. Bunu savaş demək tam doğru demək ifadə eləmir. Bəzi məsələnin üzərinə gedirsiniz, onu yaxınlaşırsınız, bəzilərindən də qaçırsınız, bəzilərini heç görməmiş kimi gəlirsiniz. Yəni ki, onu görməmiş sanki. Bu şok halından sonra ikinci addım gəlir. Yəni, başınıza bir şok gəlibsə, qəbul etmirsə bu prosesi, başlayırsınız suallar verməyə. Niyə baş verdi? Niyə baş verdi? Bu deməkdir ki, o duyğu, o hadisənin cavabını axtarır yəni ki.
Və bu niyələr qurtarmadı. Niyə bu iş mənim başıma gəldi? Niyə dostum məni yarı yolda qoydu? Niyə valideynim məni yarı yolda qoydu? Niyə müəllim mənə qarşı belə davrandı? Həmin məsələ ilə əlaqədar çoxlu niyələr əmələ gəlir. Amma heç vaxt bu niyələrin bir cavabı olmur.